Sual, uğursuzluqdan sonra necə davam eləyəsən? Uğursuzluqdan sonra necə əllərini salmayasan yanıva, necə özündə güc tapasan? İlk növbədə sənə onu deyim ki, o uğursuzluq sənin üçün yaxşıdır. Nəyə görə? Məsələn, bir dəlili kimi səslənə bilər. Amma doğrudan belədir. Sən orada uğur qazanıb, sən gedib gələcəkdə həyatını məhv edə bilərdin. Amma uğursuzluq qazanmaqdan sən boş, zəif nöqtələri bilirsən. O hansısa işin alınmamağı ilə sən bəlkə də maddi tərəfdən nəsə itirmisən ha. Amma bilik tərəfdən, mənəvi tərəfdən, Allahla bağlı olan tərəfdən o qədər qazanmısan. Bunu dərk eləmək lazımdır. Həvəsdən düşmək lazım deyil. Bütün uğuru qazanan həyatda insanlar özü qazananlardan gedir. Məsəl üçün, imkanlı ailədə doğulub, böyüyüb, uşaqlıqdan onu... O da bir variantdır. Uşaqlıqdan ailədə böyümüsən, o uşaq da iki hissəyə gedir. Ya valideynindən xeyirli övlad olur, atasının, anasının işini yaxşı aparır, o Allaha xoşdur, nə gözəl. Ya da özünü ağıllı sayır, gedir səhv yola. Bu da tarix boyu çox olub, yəni bu bilinir. Bu variant da var, amma sən də məsəl üçün çətin situasiyada böyümüsənsə, bu sənin öz seçdiyin bir yoldur. Bu dünyaya gəlmədən əvvəl sən bu həyat təcrübəsini seçmisən. Ona görə sən həmin ailədə doğulmusan, ona görə sənin yolunda bu çətinliklər var ki, sən özünü tapasan və sən özünü daxilən gücləndirəsən və uğursuzluq olduqca da davam eləyəsən. Bil ki, hər bir uğursuzluq səni məqsədinə daha bir addım da yaxınlaşdırır. Bütün həyatda özü uğur qazanmış insanlar uğursuzluqlardan keçib. Bir uğursuzluqlardan yox, bir neçə uğursuzluqlardan keçib. Məğlub olublar, yıxılıblar, qalxıblar. Yıxılıb daha güclü qalxıblar. Uğursuzluq yaşayıblar, zəif tərəflərini gücləndirib yenə də qalxıblar. Gediblər və sonunda ona çatıblar. Yəni, addım atıb uğursuzluq qazanmaq sən əlvi yanıva salmasın. Əksinə, sən Allaha şükür elə ki, bir addım da sənə yaxınlaşdırdı və sən bilirsən bu uğursuzluğun səbəbi nədir, səhvi harada buraxmısan, sən onu çox gözəl bilirsən. Demək ki, mən bilmirəm. Başqalarını günahlandırma, özündə axtar, tap, görəcəksən onu. Bu kanal şuurlu insanlar üçündür. Bu kanal inkişaf eləməyə meyilli olan, dünyanı gözəlləşdirməyə, Allaha xidmət göstərmək istəyən insanlar üçündür. Əgər sən özündə səhv tapmırsansa, heç bu videoya baxma, çıx get. İstəmirəm yəni bura o kontent yığılsın. Əgər sən mən nə dediyimi başa düşürsənsə, sən istər-istəməz bilirsən mən nədir. Sən artıq hiss edirsən, bu kanal sənə lazımdır, yoxsa lazım deyil. Bu mənim sözlərim sənə lazımdır, yoxsa lazım deyil. Nədəsə bu anlıq uğursuzluq yaşaya bilərsən, bu son deyil. Dayanırsan, analiz edirsən, harda səhv buraxmısan, bir dənə də geyirsən. Yenə də uğursuzluq yaşayırsan, yenə də analiz edirsən, baxırsan, başa düşürsən, bir dənə də geysən. Addım-addım pləkanları qalxırsan yuxarı. Zirvə çox uzaqda deyil. Sənin bu uğursuzluğun sənə yaxşıdır, səni zəif nöqtələrini bərkidir, səni rəndələyir, sənin boş nöqtələrini doldurur. Sən artıq o zirvəyə çatanda, artıq o zirvədə səni tərpədə bilən heç nə olmayacaq. Yox, sən birincidən sənə verilər o uğur, qalxarsan o zirvəyə, özünü itirərsən orada, elə itirərsən ki, nə Allah yadında olar, elə şeytana xidmət göstərərsən ki, hər şey yadından çıxar, həyatın da məhv olar, bir qısa müddət ərzində hər şeyi bitirə bilərsən, Allah ondan qorusun. Ən gözəl yol elə sənin yavaş-yavaş. O uğursuzluq Allahın sənin qorumasıdır. O uğursuzluq Allahın, o görür, o hər şeyi yuxarıdan görür. Bizim beynimiz balacadır, elə bilirsən ki, budur. Bizim hesabladıqlarımız hər zaman düzgün gəlmir. Amma o görür axı sən bir müddətdən sonra bunu sənə verirsə, sən harada aşıqqa buraxacaqsan. Ona görə sənə indidən belə eləyir ki, daha yaxşı. Allaha sərf eləyir ki, yaradana sərf eləyir ki, sən özünü düzəldəsən. Sən özünü yaxşılaşdırasan, ona xidmət eləyəsən. Ona sərf verir. Ona görə o səni belə həyat məktəbindən aparır. Sən birincisi uğur qazanmaq istəyirsənsə, əlbəttə ki, sən çətinlikdən keçməlisən. Əlbəttə ki, sən itirib, uğursuzluğu görüb, o zəif nöqtəni görməlisən ki, səni hazırlaşasan. Sən o məqama gələndə, sən bilsən necə, artıqca təcrübən var, o səhvi buraxmayacaqsan. Dəfələrlə olub, məsəl üçün, futbolçuların başına gəlib, idmançıların başına gəlib, gənc yaşlarında uğur qazanıblar, pul başlarını tökülüb,
İndi biri bankrotdur, biri bomjdur, biri hər şeyini itirib. Çünki o bilirsən necə, Allahın onun üstündə xeyir-duası olmayıb. Çünki o estağfurullah, Allahın hamının üstündə xeyir-duası var. Hep sən fikrini çatdırmaq istəyirəm ki, o yol, o hasant gələn yol, onun sonu pisdir. Amma sən indidən uğursuzluq qazanmısansa, bir biznesin alınmayıbsa, bir işin alınmayıbsa, əksinə, naborot qaz vermək üçün daha da sənə bir motivasiya olmalıdır. Pauza verəsən, stop verəsən, başa düşəsən ki, hə, mənim zəif nöqtəm buydu, sağ ol yaradanım, sağ ol Allahım ki, mənə bunu göstərirsən, cüzi bir şey itirməklə. Amma sən gələcəkdə hər şeyi bitirərsən, ürəyin partlayar, ölüb gedərsən. Amma indi qısa-qısa itirirsən, sən necə itirirsən, sən pul mənasında itirmiş ola bilərsən, ha? Amma qazandığın bilik, informasiya, daxili güc, Allahla bağlantı o puldan qat-qat artıqdır. Onsuz da o puldan daha ucuz başa gəlir. Bunu başa düşmək lazımdır. Hər şeyi pula fikirləşmək lazımdır. Yəni qardaş, pul həmişə olacaq. Sənə nə lazımsa pul yetirilir. Pulu fikirləşmə. Bu ayrı bir mövzudur, onun haqqında da danışacağım. Məqsədli fikirləş, yollu fikirləş. Pul özü gələcək. Pul özü gələcək. Allahın xeyir-duası həmişə səninlə olsun dostum. Arzu edirəm bunu və ən asan yollarını deyirəm ki sənə, ən asan yollarıdır. İçində itirmə. O uğursuzluq oldu, ümidsizliyə qapanma, yox. Əksinə, bil ki bu sənin üçün yaxşıdır. Nə baş verirsə bu sənin üçün yaxşıdır. Nə baş verirsə bu sənin yaxşılığa doğrudur. Yüksək qüvvələr sırf sənin yaxşılığını istəyirlər. Hətta bu videoda sənin qabağına çıxsa, bu deməli sənin üçün yaxşıdır. Bu yaxşılığa doğrudur. Sənin gözünü nəsə aça bilər. Elə zövqü bu yoldadır. Sən sırası gedib ən axıra gedib çatsaydın, o zövqü ala bilməzdin. Amma sən belə gedə-gedə o zövqü də alırsan. O həyatın sonunda da fırlanıb həyatıma baxanda deyəcəksən, ah, nə gözəl, nə möhtəşəm. Hər şey ideal gedib ki, mən bu qədər ideal hesablaya bilməzdim. Ona görə güvən, yaradana güvən, daxili səsinə güvən, daxili güclü özünlə də dürüst ol.